Salam, bugün türklərin məşhur paxlavası olan Antep paxlavası, yəni türk paxlavası edirik. Qarışdırma qabına 400 ml su, 2 ədəd yumurta, 1 çay qaşığı duz, yarım sıxılmış limon suyu və 5 stəkan unu əlavə edib tam kütlə halına alana qədər qarışdırırıq. Qeyd edim ki, istifadə edəcəyiniz unun miqdarı unun növünə görə, yumurtanın iriliyinə, xırdalığına görə dəyişiklik göstərə bilər. Əsas ələ yapışmayan, videoda da gördüyünüz kimi yumuşaq xəmir alınmalıdır. Hazır olan xəmiri heç gözlətmədən kündələyirik. Bu reseptlə 32 ədəd 40 qramlıq kündələr alındı. 15 dəqiqə dincəltdiyim kündələri növbə ilə qarğıdalı nişastası ilə açmağa başladım. İstifadə edəcəyim soba listi dairəvi 36 cm-dir. Maksimum dərəcədə nazik formada yayırıq. Açdığınız xəmirlər kövrək olduğu üçün cırılma ehtimalları böyükdür. Çalışın ona görə ehtiyatla davranasınız. Məndə videoda göründüyü kimi naziklikdə alındı. Açdığımız bütün kündələri kənarda bol nişastalayıb yığırıq. Daha sonra kündələri soba listinə yerləşdiririk. Qeyd edim ki, soba listini kündələri yerləşdirərkən qətiyyən yağlamırıq. İlk 16 açılmış kündəni listə yerləşdirib, üzərinə ləpəni əlavə edib, daha sonra növbə ilə yerdə qalan digər 16 açılmış xəmiri yerləşdiririk. Mən sadəcə üstdən 10 listə yağ çilədim. Paxlavalara forma verdikdən sonra üzərinə yağ gəzdirib, daha əvvəlcədən qızdırılmış alt-üst rejimdə 160 dərəcədə üstü qızarana kimi bişirdim. Paxlavaların üzərinə şərbəti isti-isti gəzdirəcəyimiz üçün mən paxlavaları bişməyə qoyduqdan sonra şərbəti hazırladım. 5 stəkan şəkər tozuna 5 stəkan su əlavə edib şərbəti hazırlayırıq. Şərbət qaynara düşdükdən sonra onu yarım saat qaynadıb, üzərinə yarım limon suyu sıxıb 5 dəqiqə daha qaynadıb götürürük. Paxlavanın üzərinə püstəni əlavə edib, azı 2 saat şərbəti çəkməsi üçün gözləməlisiniz. Daha sonra servis edə bilərsiniz. Nuş olsun. Videonu bəyəndinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.